Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Əmmə ba'd. Biz Salihlərin Bağçası kitabında 9-cu bölümü götürəcəyik bugün inşallah. Bölümün adı Allah Taala'nın yaratdıqlarının əzəmətini fikirləşmək və dünyanın fani olması, axirətin hallarını, vəziyyətini fikirləşmək və dünyanın və axirətin yerdə qalan şeyləri fikirləşmək. Və öz nəfsin təqsirinə baxmaq, onu tərbiyələndirmək, onu düz yol üzərində getməyə aparmaq. Yəni, bölümün adı belədir. Müəllif rəhməhullah burada bir neçə ayələr zikr edir Allahın kitabından. Səbə surəsi 46-cı ayədə Allah Teala deyir ki, Euzubillahimineşşeytanirracim, İnnəmə ə'izukum bi vahidə. Yəni, Muhammed sallallahu aleyhi ve sellem deyir ki, mən sizə bir dənə mövzə edirəm. Ən təqumu lillahi məsnə və furadə thumma tətəfəkkəru. Yəni, sizə bir nəsiyyət edirəm, bircə nəsiyyətim vardır ki, Allah üçün iki-iki, bir-bir ayağa qalxın. Yəni, Allaha itaətdə durun. Ayağa qalxın, yəni Allaha itaətdə durun. Sonra da bir düşünün, yəni bu fətəfəkkərun düşünün. Sonra bir düşünün, yəni bunu Allaha itaətdə durun, sonra isə fikirləşin. Başqa ayədə Allah Teala deyir ki: "İnne fi xalqis semawati vel ardı ve ihtilafil leyli ven nahari laayatin liulil albab." Göylərin, yerlərin yaradılışında, gecənin, gündüzün ixtilafında, yəni ki, fərqliyində ağıl sahibləri üçün ayələr vardır, yəni düşünən insanlar üçün nə var? Əlamətlər vardır. Kimdir düşünən şəxslər? Əllezine yezkurunallaha qiyaman və qu'udan və alə cunubihim və yetefekkerun fi xalqis semawati vel ard. Düşünən kəslər o kəslərdirlər ki, ağıl sahibləri o kəslərdir ki, hansılar ki, Allahı ayaq da, oturaraq da, uzanaraq da zikr eləyərlər. Göylərin, yerlərin yaradılışını fikirləşərlər. Yəni ki, gör necə Allah Teala bunu yaradıbdı. Nə deyirlər fikirləşib? Rabbənə mə xalaqtə hədə batilə sübhanək. Rəbbimiz, sən bunu batil yerə yaratmayıbsan. Sən paksan, nöqsanlardan uzaqsan. Əl-İmran surəsi 190-dan 191-ci ayə. Başqa ayədə Allah Teala deyir ki, Əfələ yanzuruna iləl ibli keyfə xuliqat. Onlar baxmırlarmı ki, dəvə necə yaradılıbdır. Və iləs səmai keyfə rufiat. Göyə baxmırlarmı ki, necə tavan edilibdir, qaldırılıbdır. Və iləl cibəli keyfə nusibət. Dağlar necə dirək edilibdir. Və iləl ardı keyfə sutihat. Yer necə səth olubdur. Yerin səthi deyində düz olubdur. Allah düz edib yeri. Fədəkkir innəmə əntə müzəkkir. Xatırlat, sən xatırladansan. Başqa ayədə Allah Teala deyir ki, əfələm yesiru fil ardı fəyanzuru. Onlar yer üzündə gəzib baxmırlarmı? Əl-əyə. Yəni bu bölümdə ayələr çoxdur. Hədislər də qabaqda yəni keçibdir. Hədislərdən biri Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, yəni bu hədis qabaqda keçibdir. Yəni təkrar kimi əl-keyyisu men dana nəfsəhu. Keyiz kimdir? Yəni öz nəfsini hesaba çəkən ağıllı bir kəsdir. Ki, yəni öz nəfsini ölümdən öncə öz nəfsini hesaba çəkir. Şərhdə İbn Teymiyyə rəhməhullah deyir ki, təfəkkür yəni burada fikirləşmək, düşünmək, o da insan deyir, bir əməl edir. Onun deyir fikri, yəni o fikri bir işdəki əməl edir deyir. Hətta deyir onu nəticəyə aparıb çatdırır. Hətta onu aparıb nəticəyə çatır. Allah Subhanahu taala artıq bunu əmr eləmişdi, yəni fikirləşməyə, yəni və öz kitabında ona həvəsləndirmişdi. Yəni o şeyləri ki, insanı aparır uca bir tələb olunan şeylərə və imana yəqinliyə aparır. Allah Teala yaratdığı şeyləri insan fikirləşəndə insanın yəqinliyi də artır, imanı da artır. Yəni bu şeyləri aparır. Qul innəmə ə'izukum bi vahidə. De, mən sizə bir nəsiyyətim var, bir mövzum var. Yəni, ey Muhammed, insanlara bunu deyirəm, sallallahu aleyhi ve sellem. Sizə mən bir nəsiyyət edirəm, bir mövzə edirəm sizə. Sizin üçün o elədiyim mövzə bir dənədir. Siz, əgər tələb olunan bir şeyə çatsanız, yəni bir şeyə durub, sonra tələb olan bir şeyə çatsanız,
onda qorxulan şeydən nicat tapmış olarsınız. Nədən qorxursunuzsa ondan nicat taparsınız. Ən təqumu lillahi məsnə və furada thumma tetefekkeru. Yəni siz Allaha 2-2 1-1 itaətdə durun, sonra fikirləşin, düşünün yəni. Burada Allaha durun dedikdə, Allah üçün 2-2 1-1 durun dedikdə, burada qəsd nədir? Yəni Allaha itaətdə ona ixlaslı olaraq durun. İtaətdə ixlaslı olun. Yəni nə tər əmr olunubsa da ixlaslı olmağı o formada. Sonra isə bundan sonra fikirləşin. Əgər siz belə eləsəniz, bu möcüzədir. Bunun özü bir möcüzədir. Hansı bir şey olsun, möcüzə, hansı möcüzəli olsun. Bu ayədə işarə vardı ki, insana lazımdır ki, əgər bir əməli Allah üçün edirsə də, lazımdır ki, fikirləşsin. Bu əməl niyə edir? Yəni onu fikirləşsin. Yəni bu əməli tələb olunan mı formada edib, lazım olan mı şəkildə edibdirmi? Yoxsa təqsiri mi var? Yəni bu insan lazımdır fikirləşsin. Yoxsa əlavəsi mi vardır? Yəni bu əməldən ona nə hasil olacaq? Qəlbin təmizliyi hasil olacaqdır, nəfsin təmizlənməsi, bundan başqa olan şeylər. Yəni o kəslər kimi olma ki, o kəs kimi olma ki, salih əməllər edir, sanki adətdir. Yəni adətən, adət kimi edir bu əməlləri. Yəni hər gün adətində necə yeməsi, içməsi, yatması, onun kimi bu kəsdən olma gələn. Əksinə fikirləş ki, sənin üçün bu ibadətdən nə hasil olacaqdır, bu şeyləri fikirləş ki, sənin qəlbinə nə təsir edəcəkdir, düzgün yolda olmağına nə təsir edəcəkdir, bu şeyləri həmişə fikirləşin. Bu misala deyir, məsəl üçün bir misal çəkək, namazla bir misal çəkək, İbn Hüseyin Rəhməllah deyir ki, Allah Teala deyir ki, "Vəstəinu bis-sabri vəs-salah." Namazla, səbirlə Allahdan kömək istəyin, Allaha sığının. Başqa ayədə Allah Teala deyir ki, "Və aqimis-salate." Namaz qıl. "İnnes-salate tenha anil-fahşai vel-munkar." Həqiqətən namaz fahişəliyi və münkəri qadağ edir. Əl-Ankəbut surəsi 45-ci ayə. Biz fikirləşək, qoy biz fikirləşək. Həqiqətən biz bu namazı Həl nəhnu izə salleynə zidnə taqatan və quvvətən və nəşətən fil əməli salihəti həttə təkunə salatu mu'inətən lənə linanzur. Yəni biz deyir fikirləşək. Əgər biz bu namazı deyir o vaxt ki qılırıq. Biz namazı qılırıq. Bu namaz qıldıqda bizim taqətimiz, gücümüz, salih əməllərdə fəallığımız, yəni bu şeylər artırmı? Yəni bu halda namaz bizə nə edir? Burada səbəb olur, yəni müəyyən bir kömək kimi bizim üçün olur. Yəni biz salih əməlləri artırırıq. Buna baxaq deyir, buna baxmalıyıq. Baş verən odur ki, bu nadir bir hallarda olur ki, insan bi'tibar insan nəfsəhu və nadirən bi'tibar əfradın nəs. يعني الواقع أن هذا لا يكون إلا نادرا باعتبار الإنسان نفسه ونادرا باعتبار أفراد الناس. Yəni nadir hallarda insan öz nəfsindən, yəni bu insan tək olaraq, istər insanlardan tək bir, istərsə bir insan olaraq, yəni nadir hallarda bu şey baş verir. Peyğəmbər sallallahu əleyhi və səlləm xatırlatmışdı, demişdi ki, onu əgər bir şey kədərləndirərsə də, o bir iş onu kədərləndirərsə də, o tez namaza tələsərdi. Yəni o bir şey ki onu kədərləndirər ki, əhəmməhu və yaxud da əğəmməhu fəzi'lə salat, yəni əğəmmə, həmmə ikisi də yəni kədərdir, yəni tez nə edirdi? Namaza durardı Peyğəmbər sallallahu əleyhi və səlləm. Demək, yəni insan belə sıxıntılara düşdükdə, namaza qalxdıqda bu səbəb olur insan yəqinliyi, imanı artmasa, elhamdülillah. Beləliklə Allah Teala deyir ki, namaz qıl, həqiqətən namaz fahişə və münkər şeyləri qadağ edir, yəni. Bax ki, öz namazına, sən öz namazına bax. O vaxt ki, sən namaz qılırsan, öz nəfsində fahiş olan, münkər olan, asiliklər var. Bu şeylərə karahiyyət, inkar nəfsində tapırsanmı, yoxsa yox? Bu şey tapırsan. Əgər tapsan, əlhamdülillah. Tapmasan, bu halda namazın sənə heç faydası yoxdur burada.
Düz vacib olaraq yerinə yetirirsən. Amma o deməkdir ki, sən burada faydalanmırsan. Subhanallah. Əgər sən bu işləri ki o vaxt bildin və salih əməllərin nəticəsini də bildin. Peyğəmbər sallallahu əleyhi və səlləm sənə möcüzə eləmişdisə də, o möcüzədən də nədir? Özünə bir ibrət götürmüş olursan. Məsəl üçün başqa bir misal çəkək, namazdan başqa zəkadan misal çəkək. O zəkat nədir? Vacib olan zəkat mallarından vacib olan maldır ki, insan onu Allah Taala əmr elədiyi yerə nə edir? Yönəldir, xərcləyir. Allah Taala onun faydalarını bəyan edir. Və öz Rasuluna deyibdir ki, sallallahu əleyhi və səlləmə ki, "Xuz min əmvalihim sadaqa." Onların mallarından sədaqə götür. Tutahhiruhum və tuzakkihim biha. Onları ondan təmizlə və paklaşdır və təmizə çıxar ki, onları o zəkatla. Tövbə surəsi 103-cü ayə. Əgər sən malının zəkatını ki o vaxt verirsən, bax günə sənin rəzil əxlaqlardan, günahlardan sən təmizlənirsənmi? Yəni həmin o mallar səni təmizləyirmi? Sən malını tam verdinmi? Yəni sən bu şeylərə bax ki. İnsanlardan çoxu görürsən ki, zəkatı verir, sanki mecbur edirlər bunu. Yəni bilsən təhər belə can dərdi ki, bu nə idi? Yəni orada heç bir təmizlik hiss eləməyəcək o. Yəni o zəkatı ki, verəndə belə canı çıxaraq verir də, belə deyək, sanki onu kimsə məcbur edir, istəməyərəkdən verir bu formada. Bu heç orada təmizlik hiss eləməyəcəkdir. Nə də ki, öz nəfsini təmizləmiş olmayacaqdır. Bunun kimi də başqa əməlləri də belə say getsin. Yəni. Bu əzəmətli möcüzə idi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onu eləmişdi. Əgər insan o möcüzədən Peyğəmbər sallallahu elədiyi möcüzədən özünə ibrət götürsə, ona fayda verəcəkdir. Onun halı islah olacaqdır. Allah Taala'dan istəyirəm ki, bizim hallarımızı, salih əməlləri bizim üçün eləsin, salih eləsin, hallarımızı islah eləsin bizdən Allah Taala. Sonra burada ikinci ayəni zikr edir müəllif rahmanullah. Bu da qalsın şərhi gələn səfər. Allah Taala istəyirəm ki, bizlərə faydalardan olsun.